Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Sizlər axır olanda Heydər Parkının Bakı-Sumqayıt sürət qatarının Turlan stansiyasına yaxın bir binada 9 mərtəbəli binanın 3-cü mərtəbəsi 59 kvadrat əşyalı satılan 2 otağa düzəlmə bir mənzil çəkib təqdim edirik. Mənzilin qonaq otağı zamanı təqdimat aparır. Mənzilin qarşısı açıqdır, gün düşən işıqlı orta bir mənzildir. Gördüyünüz əşyalar mənzildə saxlanılacaq, döşəməsi laminat bir döşəmədir. Mənzilin dəhlizindən təqdimat aparırıq. Dəyərli izləyicilər, mənzildə giriş qapısıdır. Görürsünüz, bütün otaqların hamısı dəhlizdən paylanılıb. Metlaq qranit olan istilərin hamısı istipoldur. Təmiri əla vəziyyətdədir. Sanitar qovşaqlar ayrı-ayrıdır. Sanitar qovşaqlardan biridir. Bina tam yaşayışlıdır. Qaz, su, işıq, lift fasiləsizdir. Sanitar qovşaqlardan ikincisini sizə təqdim edirik. Bura sanitar qovşaqlardan ikincisidir. Və mənzildə girişdən daxil olduqda qarşı-qarşıya gəldikdə mənzildə yataq otağıdır. Burada da eyvana keçid vardır. Eyvanda kombin aparatı var, qaz sayğacı var. Yataq mebel dəsti də mənzildə saxlanılır. Və mənzili sizə təqdim edək. Girişdən daxil olduqda sağ tərəfə gəldikdə mətbəx yerləşir. Mənzilin mətbəxə sizə təqdim edək. Bura mənzilin mətbəxidir. Burada da gördüyünüz əşyalar var. Burada metlaq qranitdir, istipoldur. Əla bir təklifdir dəyərli izləyicilər. Qiymət açıqlama bölməsində elan ediləcək. Sənəd hazırda burada müqavilədir, amma çıxarış qurtsa çox yaxın bir aylarda hazırdır. Yəni işlər gedib, hazır vəziyyətdə sakinlərə paylanılacaq. Əgər sizin saflıq əmlakınız varsa, mənzil almaq istəyirsə, satmaq istəyirsə, mənə müraciət edin, izləməyə davam edin. Çox sağ olun.